Həzrət Əli demişdi ki, mod xəstəliyi çıxıdır. Həzrət Əli 14 əsr bundan, onda mod da yox idi. Elə ən modlu oğlan Həzrət Əli idi, o da elə bütün yamaq içindeydi. Bəlkə ondan yaxşı oğlan tanıyırsın. Ondan yaxşısı yox idi, ondan gözəli yox idi, ondan ədəblisi yox idi, ondan ərkanlısı yox idi, ondan kamili yox idi, yamaq idi bütün paltarları. Elə yaxşısı Həzrət Əli idi, paltarları yamaqdan yoxa çıxmışdı. Həzrət Əli onda demişdi ki, bir zaman gələcək, ümmətin içinə mod xəstəliyi çıxacaq. Soruşlar, bu mod xəstəliyi nədir? Biz mod deyirəm, burada öyle 5 yaş uşaqları bilir mod nədir. Hələ bəlkə məni təhqir də edirlər. Moddan danışamaq, özü dalaqalı, bunun üstünə başlamaq, moddan danışmağa bax. Şimdi hamısı bilirsə, o vaxt bilmirdilər mod nədir. Dedilər, mod nədir? Modabazlıq nədir? Həzrət Əli cavab verir. Bir modabazlıq insanın özünü itirib kiməsə oxşamasıdır. Modabazlıq bu da, adam özünü itirsin, mənligini itirsin, özünü kiməsə oxşatsın. Yaxşı, gözlərimi bağlayıb sayıram. Saç moda, geyim moda, ayaqqabı moda, şalvar moda, köynək moda. Hamısı moda. Bəlkə bir şey tapın ki, modadır. Bir şey tapın ki, normal təbiyyədir. Çünki bu mod deyil. Hamısı nədir? Özünü kiməsə oxşatmaq. Kiməsə oxşatmaq yaxşıdır. Allah bir Peyğəmbər sizə ülgüdür, nümunədir, imamlar sizə ülgüdür, nümunədir. Məsələ budur, kimə oxşadırıq özümüzdür? Biabırçılığımız və problemimiz budur ki, mod sahiblərindən yox, bizə zərər vurmaq istəyənlərdən öyrənirik. Biz modu öyrənməliyik o insanlardan ki, kamil insan olurlar və bunlar bizə geyim, saç, saqqal, dırnaq modu göstərməyiblər, insanlıq modu göstəriblər, kişilik modu göstəriblər, mərdlik modu göstəriblər. Bunları qoymuşuq qırağa, modu o adamlardan öyrənirik ki, bizə alladıcı və dindən uzaq salıcı modlar göstərirlər. İstəyir qadın tərəfdən, istəyir kişi tərəfdən. Ədəbə riayət edəyənə deyilər ki, sən mi kəndə əsrdən qalmışsan kişi, sən ardınsan. Qadınlarda da dəbdiyindir, kişilərdə də dəbdir. Bir nəfər ki, istəyir normal, ən azından demirəm Peyğəmbər kimi, dədə baba kimi özünə aparsın, deyirlər, bu nə gündədir ki.